Salam, hər vaxtınız xeyir olsun. Deməli, Panamasına vurdığım anası erməni Cavid Qurbanov Azərbaycan xalqına itələdiyi o qatarlar var ki, İsveçrə qatarları, xılam, köhnə qatarları gətirib orada kraskalayıb, Panamasını da qoyub başına müsahibə verir ki, Allah dövlətimizi, dövlətçiliyimizi qorusun və üzü Gürcüstana gedibdir. Güya bunlar Marsa qalxıblar, orada ev tikirlər, nə edirlər. Mən də 37 franka bir bilet almışam. Gedirəm bir ölkəyə, ad günümü orada qeyd eləməyə. Hal-hazırda da Yevro aeroportdayım. Bax, Azərbaycan xalqını, Azərbaycan millətini bax bu vəziyyətdə nə edirlər? Ələ salırlar. İlham Əliyev də, Cavid Qurbanov da, onların məmurları da. Bunlar xalqa, millətə gün ağlamırlar. Sizə bir dənə maraqlı bir yeri də bir dənə göstərim. Deməli, hal-hazırda İsveçrədəyəm və qarşı tərəfdə haradır? Sərhəddir. Fransanın sərhəddidir. Yevro aeroportdur. Yəni, buradan ayaqla rahat şəkildə nə edə bilərsən? Keçə bilərsən Fransaya. Qəhbənin balası Cavid Qurbanov. Milyonları, milyardların var sənin. Milyonları, milyardların. Bax, sərhəddir. Fransaya keçid. Bax, arxa-arxaya keçirəm hara? Fransaya. Cındır oğlu cındır. Caması daşşağıma dolamsa. Bax, indi də Fransadayam. Arxa tərəfimlə haradır? İsveçrədir. Mən gedim binim təyyarəmə. Rahat-rahat istirahətimi edeyim. Xoş istirahətlər. Özünüzdən müğayət olun. İlham Əliyev də deyir ki, yağışın yağmağının Azərbaycana xeyri var. Su ehtiyatımız artacaq. Bax, elə gicdirlər İlham Əliyevin də Cavid Qurbanov kimi milyarder məmurları olar. Cavid Qurbanov, mənim üstümdən pul yemisən. Adamın bax bu Fransada gəlib mənimlə görüşüb 150 min pul təklif edib. Mənim üstümdən pul yemisən, qəhbənin balası. Anavın, arvadımın, gəlinlərimin, qızlarımın dilinin üstünə tutarım Cavid Qurbanov. Sənə hörmət edən, axsaqqalım, şefim, bossum deyənlərin də əlinə verib. Azərbaycan xalqı da yatmasın, özünü yuxuluğa vurmasın. Gözəl yaşamaq, yaxşı yaşamaq yaxşıdır. Ondan da yaxşı yaşamaq bombadır. Mən gedim istirahətə, sabahları yubileyimdir. 50 yaşım tamam olur. İstəmərəm söyüş-söyüm, təhqir edeyim. Mənim haqlarım bərpa olunsun. Bu hakimiyyətin içində bir dənə götlü başlı adam çıxsın qabağa. Görüşsün mənə, mənim problemimi həll eləsinlər. Qəhbə saxlayan İbrahim Nehrəmlinin cəzasını versinlər. Sizinki sizdə, mənimki məndə. Əlviderço. Təyyarələrin qiymətinə siz oradan Gürcüstana 200 neçə manata gedirsiniz. Mən buradan 40 frank verməyib hansısa bir ölçüyə sıram. Bax, reallıq budur. Özünüzdən müğayət olun. Naxçıvan klanı, Əli Nağıyev, vilayət, bəylər, özünüzə çəkidizə verin İbrahim Nehrəmlinin ya arvadını, qızını göndərin, ya da öz arvadlarınızı, qızlarınızı, ya da mənə dəymişlərəli alın İbrahim Nehrəmlidən, Bacanağa Emin Tağıyevdən, Kürtül İskandarovdan verir. Rəssalam, 50 yaşım olur, 50, yubileydir. 51-də elə eləyin ki, sizi söyməyim. Özünüzdən müğayət olun.